razı olsun. Allah onu sevir, o da Allah'ı sevir. Bu sözün ağırlığın İslamı başa düşmüsünüzsə, Əli haqqında gələn Allah onu sevir, o da Əli sevir. O da Əlini sevir, o da onu sevir. Bu sözün ağırlığın, məsuliyyətini başa düşün. Üçüncü dəfədə qalxır və üçüncü dəfədə Əmir ibn Əbdəbidin qarşısına çıxır. Rəsulullah öz çelik yelək, türklər çelik yelək deyirlər də. İndi mən belə rusuna deyim də, döyüşlərdə giyinirlər əynə. Onu çıxardır. Deməli, Əli ibn Əbi Talibə verir. Əli ibn Əbi Talib o Rəsulullahın verdiyi onu giyinir, o çelik yeleği taxır üstünə və Allah Rəsulu dua eləyir ki, ey Allahım, Həmzəmi əleyhissalamı Uhudda məndən aldın, Əlimi məndən Xəndəkdə alma. Allah Rəsulunun duası var Əli ibn Əbi Talib haqqında. Əli ibn Əbi Talib su tapılmayanda, ovcunda dəfələrlə Muhammed sallallahu aleyhi və səlləmə dəstəmaz alması üçün su gətirən kişidir, mömindir. Orada da yenə Rəsulullahın Əli ibn Əbi Talib üçün bir duası var. Orada da yenə Rəsulullahın və Əli ibn Əbi Talib çıxır döyüşə Xəndək günündə. O kafir zındıq, lənətullah əleyh, o Əmir ibn Əbdəbidi cəhənnəmə vasil eləyir. Həmin Əli ibn Əbi Talib gəlir Xeybər döyüşündə, Rəsulullah birinci bayrağı verir Abbaq radiyallahu anhuya. Abbaq radiyallahu anhu orada döyüşdə uğursuzluqla nəticələrini təzədən Ömər radiyallahu anhuya. O ikinci dəfədə uğursuzluqla nəticələrini üçüncü dəfə verir Əli ibn Əbi Talibə. Rəsulullah gecədən deyir ki, mən bu bayrağı səhər elə bir şəxsə verəcəm ki, Allah ondan razıdır, o da Allahdan razıdır. Bu sözü deyən Muhammed sallallahu aleyhi və səlləm, kar qulaqlar, cəhənnəmə gedəcək qulaqlar, açın eşidin, Muhammed sallallahu aleyhi və səlləm. Bu sözü deyən Rəsulullahdır. Sahabə hamısı fikirləşir ki, kimdir görəsən bu şəxs? Bayraq kimə veriləcək? Əli ibn Əbi Talib gəlir səhər və Rəsulullah həmin bayrağı verir Əli radiyallahu anhuya və Əli ibn Əbi Talib gedir döyüşdə zəfər qazanır və Xeybər ələ keçirilir. Müsəlmanların olur. Tövbə surəsi 100-cü ayətində hökmün dedim ilk muhazir və ənsarlar. Ali İmran surəsi 61-ci ayə bütün ümmət icma eləyib ki, Rəsulullahın yanında Nəzrən xristiyanları ilə mübahilə ayəsidir. Gedən Əli idi, özümüzü və özünüzü, Həsən idi, Hüseyin idi və Fatimə Zəhra salamullah aleyhaydı. Bütün ümmət icma eləyib ki, Ali İmran surəsi 61-in təfsirində. Əhl-i sünnətli şiəli fərq eləməz. Ona görə də Rüstəm, sən bu sözü demirsən, mənim üçün yenə deyirəm. Mənim üçün Səbuhi Məhdi Tizani müşrikdir, zındıqdır. Allah onun bəlasını versin, Allah onu zəlil eləsin ki, Ayşə anamıza dil uzatdığına görə. Amma sən Rüstəm, bayaq buradaydın, mən sənə dünən Alparslan 1 saat, mən də indi sənə dedim ki, qalx, sənə Rüstəm ayə ilə, hədislə höccəti iqamə eləyim. Ya sözümü dala götür. İslamda şərəfsiz deyilən şəxs münafiqlərə deyilir. İzzəti olmayan, şərəfi olmayan, Allahın dinində olmayan şəxslərə deyilir. Həmin Əli ibn Əbi Talib Tövbə surəsi 100-cü ayətin təfsirində Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Həmin Əli ibn Əbi Talib Ali İmran 61-in təfsirində bütün yenə dedim. Rəsulullahdan Əhl-i sünnətdə o ki, Əli haqqında 1500-dən çox hədis gəlir. Bir çox səhih hədisə gətirə bilərəm. Bax elə Musanın Haruna nisbətində olan hədisi kim inkar eləyə bilər? Heç kəs. Heç bir Əməvilər qolundan belə Əli ilə düşmən olan şəxslər belə bunu inkar eləməyiblər. Peyğəmbər Əli üçün deyib ki, sən mənə Musanın Haruna nisbətindəsən. Rüstəm, mən sənə höccəti iqamə elədim və sənin səsin də var. Qoya bilərəm, qardaşlara çoxsunu da paylaşmışam. Sənə də indi aşağıdan bayaq gəldin, yazdım ki, Rüstəm, çıx yuxarı 2 ayə ilə 3 hədislə sənə höccəti iqamə eləyəcəm. Ya tövbə elə, sən umursamadın bunu. Rüstəm, Allahın dini üçün Tövbə surəsi 100-cü ayətin hökmü üçün Rəsulullahdan, Muhammed sallallahu aleyhi və səlləmdən ağzından çıxan səhih hədislər Əli haqqında. O mömindir, o əmir əl-möminindir. İslam dini üçün, Allahın dini üçün Rüstəm, sənə təkfir eləyirəm, Rüstəm. Bitdi sənin məsələn mənim üçün. Rüstəm, sənə təkfir eləməyənə də təkfir eləyirəm. Buyurun qardaşlar. Mən sənə çünki dünəndən dediyim Alparslan da 1 saat höccəti sənə gecə saat 5 idi, ayə ilə, hədislə iqamə elədi və dedi o insan təkvirə düşür. Mən də həmçinin Alparslan hoca nə deyibsə onu da təsdiqləyirəm. Quranla danışıb, ayə ilə danışıb, hədislə danışıb, sən Rüstəm təkvirdəsən, yəni biləsən.
Təbriz xoş gəlmisən ax. Salam aleykum. Hansı Rüstəmdir o? Xaçmazda qalan Qaziyev. Ha. Nə söhbət ki? Yaz direkt mən atım Həzrət Əliyə açıq şəkildə söyüşlər. Hə, yaxşı inşallah yazaram. Nömrəm var da məndə o saat. Ha, var var. Çox şahda da var, yəni də deyirəm. Kim ki Allahın dinindədirsə, mövqe saxlamalıdır, pozisiyasını tutmalıdır, öz mövqeyini gözləməlidir. Bu din bizim qardaşımızın, bizim atamızın, mənim anamın, atamın, qardaşımın dini deyil. Müşrikdirsə, kafirdirsə, Abu Bakra, Ömərə, Osmana, Əliyə, Tövbə 100-ün təfsirində Allah deyir onlardan razıdır. Allah onları sevir, onlar da Allahı sevir. Allahın sevdiyi şəxsə sən əgər şərəfsiz sözü deyirsənsə, Rəbbim şahiddir, bir evin içində doğma qardaşım ol, üzvü ötçət iqamə eləyib səni təkbir eləyəsən. Sən kafirsən. Bu fərqi yoxdur. Bu din Allahın dinidir. Muradın qardaşının, Təbrizin qardaşının, Munisin qardaşının, Alparslanın dədəsinin dini deyil. Bu din Allahın dinidir. O Səbuhi Mehdi Ticaniyə görə deyib elə. Bəli, mən Səbuhi Məhdi Ticani olsa müşrik zındırdır, Allah onu zəll eləsin. Bizə fərqi yoxdur. Səbuhi çox şey deyə bilər. Səbuhini mən də söymüşəm. Amma sən Səbuhinin küfrünə ortaq olub, Quran ayəsini inkar eləyirsənsə, sən də olursan Səbuhinin günündə. Heç bir fərqi yox. Heç bir fərqi yox. Mən qardaş Allahdan qorxuram, müsəlmanam. Mən təkbirə ümumiyyətlə çox yerdə gedən deyirəm, ya belə radikal təkbirçi adam deyirəm. Amma sadəcə hər şeyin bir həddi var. Sən artıq ayəyə küfr elədiyin halda, yenə deyirəm, artıq mən hələ sənə üzr gətirdim. Yəni sənə neçə dəfə dünəndən bu yana sənə üzr gətirirəm ki, Rüstəm gəl çıx danış, Alparslan buradaydı, uşaqlar gəldi. İndi mən danışdım, aşağıdan yazın ki, işim var. Sənin hansı işin Allahın dinindən vacibdir? Allahın kitabından vacibdir? Hə? Üzür gətirdim mən sənə, amma sən başa düşmədin, ya sonuzda da sən busan, deyim ki, Darül İslamda da olsan, sənin ya boynun vurulacaqdı, sən kafirsən. Ya tövbə eləyəcəydin, qazi sənə iqamə, hüccəti iqamə eləyəcəkdi, ayə ilə hədislə. Eləməyəcəydinsə də sən hökmün öldürülməkdir, yəni, biləsən. Sənin də Səbuhi Məhdi Ticaninin də ki, bizim də hökmü öldürülməkdir. Bu din Allahın dinidir, bu din bizim oyun oyuncaq elədiyimiz dindir. Nə qədər də ona görə deyirəm, nə qədər də qardaşlara deyirəm, əsəbləşsəz, rafizlərdən hansı zındıq, müşrik çıxsa Ayşə anamıza və ya başqa bir şəxsə, Rəsullahın zövcəsinə, indi əsas Ayşə anamıza, qardaş özünü söyün, özünə nə deyirsinizsə deyin, təhqir eləyin özünü, amma Ayşə anamızı qoruyacaq deyənə, mən gedim Fatimiyə dil uzadım, ya Əliyə dil uzadım, ya Həsənə Hüseynə dil uzadım, sən də kafirsən, bitməz, budur sənin hökmün. Libo öyrən istəyən tələbəni də çağır bura. Əgər Murad deyirsən ki, özündən nəysə artıq bir şey sənin haqqında bir çıxarış eləyir, vallahi ki, dünəndən 4 dənə, 5 dənə tələbə ilə danışmışam, eyni sözümü təsdiqləyirlər. Sən kafirsən, get tövbə elə. Başım bırax onu Rüstəmin də Səbuhi Mehdi Ticanində. Yo, başım bırax deyəndə olsa başım bıraxdım, kafirdir ya, sadəcə İslamdan hökmün dedim, mənim nəyim lazım. Mən qalsın deyirəm ki, onu Murad qardaş, bir söz deyim də. Mən sən verim Səbuhi ilə şeyin, qazi olsam, Darül İslam olsa ikisini də boynum vuraram. Rəbbim şahid ikisini də boynum vuraram. Səbuhinin də Rüstəmin. Amma mən qazi deyirəm, mən Darül İslamda deyirəm, mən sadəcə ona başa saldım ki, bu da Allahın dini, özü bilə. Mürşid qardaş, Mürşid deyirəm, Murad qardaş. Senin də nifrət psixologiyası, nifrət propagandasını eləyəndə şeydir də. Həzrət Mürşid Yusufoğlu aparır da. O başda ilə Mürşid Yusufoğlu heç vaxt da, mən Mürşid Yusufoğlu ilə nifrət yaradacaq bir propaganda. Yox, apara bilər, olub bu. Amma Mürşid Yusufoğlunu təkvir gətirəcək bir şey hələ ki yoxdur. Necə yoxdur, mən deyim. Çünki Mürşid Yusufoğlu mənim yayınımda danışıb, Əliyə nə təhqir eləyib, nə söyüb, sadəcə xətalardan bizə görə Əli məsum deyil zaten. Danışıb, düzdür, aşırılığa gedib, razıyam. Bu bidətdir. Bu bidətdir. Amma təkvirin hökmünə Mürşid Yusufoğlunu salacaq hal yoxdur. Vallahi ki, salacaq hal olsa, aləmlərin Rəbbin and olsun ki, çıxıb buradan Mürşidi də təkvir eləyərəm. Yəni də deyirəm, atam olsun, atamı da təkvir eləyərəm. Fərqi yox. Onlar məsəl üçün Vəliddir,
Vəlid ibn Hişamdır, ən çox Həzrət Əli onlar təhqir eləmir ha. Nifrət psixologiyasını şeydir də, propagandasını aparan. Talhadır, Muvahhiddir. Yəni mən bunlardan görürəm. Yəni bu nifrət Vəlid psixologiyasını. ibn Hişama da demək istəyirəm ki, sən açıq şəkildə düzdür, təşvirə düşmürsən, amma sənin Eləmir ha. Bax mən şəraftan deyiləm. Amma sənin etdiyin, getdiyin yol səni təkvirə salmağa aparır ha. Vəlid ibn Hişam, xəbərin olsun, yəni əhlüsünnətə. Mənə burada çox qarışıq. Ənvər demirsən, Vəlid ibn Hişam. yox, Səni ora aparır. Ənvər ümumiyyətlə Özünüzü əhlüsünnət kimi aparın. Ya özünüzü əhlüsünnət kimi aparın. Şəriətin hökmlərinə, Qurani-Kərimə tabe olun, tabe olun. Aleykum salam. Tabe olmursunuzsa da Rüstəmin vəziyyətinə çatdığınız anda höccət iqamə olunub təkfir olunacaqsınız. Bax məni də burada yenə deyirəm ha, Vəlid qardaşlar əhlüsünnətdən nə qədər tələbələr qaydınızı atıb bunu elətdirəcəm yəni ki, insanlar, müsəlmanlar sizi tanısın. Bax bilin, mən burada sadə bir adam deyirəm. Yəni əlhəmdülillah hamı ilə sviyazım var. Hamı ilə, Şeyx Qamət, bütün tələbə ilə, məsələn, hamısı ilə. Qaydınızı atıb sizin təkfir hökmünüzü, o məsələnizi qoyduracam ortaya. Yəni ağlınızı başınıza yığın. Ağlınızı başınıza yığın. Sahabiyə dil uzatmayın, tövbə eləyin. Tövbə eləyin, Allahdan bağışlanma diləyin və gəlin tövbənizi müsəlmanların içində iqrar eləyin, problem yoxdur. Yəni, qardaşımız Allah mərhəmətli və bağışlayandır. Allah başqa bir yerdə buyurur ki, mənə şirk qoşulmasından başqa nə artıq günah eləsən, tövbə eləsən bağışlayaram. Nə qədər tezdir, həyatdasınızsa tövbə eləyin. Deyim də Murad qardaş, məsələn, qadir biri desə ki, kaş məsəl üçün Həzrət Əli İbn Abbasından İmam Həsənin sözünə qulaq asaydı, dinləyərdi də. Burada bir nə təhqir var, nə də bir şey var da. Bu ayrı bir şey, amma psikologiyası ayrı bir şeydir. O aşağıda ehtiyat sahibi ailələr üçün sədəqə yığılır. O bazı paylaşır aşağıdan Günel xanım. Elə kart da onun adına da Allah üçün o sədəqə eləmə bir cəmə qalmıyor qardaşlar. Müsəlmanlardan xahiş edirəm. Müşriklərin bir qəpiyi də lazımdır. Allahın dinində olan qardaşlar Allah üçün o bazının kartına öz kartıdır, yeri də bəllidir, səsi də var. Bax çox adama da atmışam. Yəni çətin vəziyyətdə olan bir ailədir. 2 ailədir daha doğrusu. Kart bazının sadəcə adınadır. Onun adından bölünəcək 2 ailəyə. Yəni onun kartından. O ona bir cana qalmıyor. Allah üçün sədəqə eləyir. Belə yəni budur, vəziyyət budur qardaşlar. Vəziyyət çox azınacaqlıdır. Və çox azınacaqlıdır həqiqətən. Təzədəndən başdan bu insanlara İslamı başa salmaq lazımdır. Bədr əhlini, Uhud əhlini, Xeybər, Xəndək. Əsas da Bədir, bir tək Bədir bəs eləyir. Bax, bir tək Tövbə 100-ün təfsirində orada gəlir Əbu Bakır, Ömər, Əli. Bir tək Bədir savaşı bəs eləyir. Heç lazım deyil Uhud, Xeybər, Xəndək, heç biri lazım deyil. Bütün hamısı, bütün hədisləri də qoyuram. Bir dənə Bədir bəs eləyir. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Bədr əhlinin günahları, keçmiş və gələcək günahları bağışlanmışdır. Səhih hədisdir. Bir dənə Bədir bəs eləyir. Ona görə ayağınızı dəng alın. Ayağınızı dəng alın.